Uşaq niyə öz davranışı ilə əsəbləşdirir? 2-3 yaşında uşaq inkişafda sıçrayış dövründən keçir. Dünənə qədər o, şirin və yumşaq bir dovşan idi. Bugün isə onu tanımaq olmur. Dalaşıb, sözə baxmır, hər şeyi öz bildiyi kimi edir. Belə dəyişikliklər çox vaxt valideynləri qorxudur. Daimi mübahisələr və imtinalar isə yorur. Belə vəziyyətdə bu çətin dövrü həm özünüz, həm də uşaq üçün necə asanlaşdıra bilərsiniz? Oyun şəklində uşağa sanki içindəki buxarı çıxarmağa kömək edin. Ona belə bir oyun təklif edin. Siz suallar verirsiniz, o isə daim yox cavabını verir. Mənə etibarilə bəli cavabı verilməli olan suallara yox demək uşaqlara böyük zövq verir. Məsələn, sən uşaqsan? Yox. Həqiqi vəziyyətlərdə əvvəlcə uşaqlara asanlıqla imtina edə biləcəkləri bir şey təklif edin. Məsələn, səhər yeməyində sup istəyirsən? Yox. Yeri gəlmişkən, uşaq 3 yaş böhranını nə qədər diqqətlə və detallı şəkildə yaşasa, yeniyetmə dövründə ona bir o qədər asan olacaq. Bu iki böhran bir-birinə çox bənzər hesab olunur. 3 yaş böhranı sanki yeniyetməlik dövründə təkrarlanacaq hadisələrin məşqidir. Əgər uşağın erkən uşaqlıqda artıq uğurlu ayrılma təcrübəsi varsa, yeniyetməlikdə bu ayrılma ona xeyli asan olacaq. Rəqsmən, əgər 3 yaş böhranının vəzifələri yerinə yetirilməyəcək, yeniyetməlik dövründə onlar yeniyetmə böhranının vəzifələri ilə birlikdə üzə çıxacaq və psixikaya olan yükü artıracaq. Bənzətmə ilə desək, biz keçilməmiş dərsimiz olduğu halda növbəti səviyyəyə keçə bilmirik.